Artıq payız mövsümü gəldi. Hamilələrdən eşitdiyimiz ən çox şikayətlərdən biri də nədir? Həkim, qrip olmuşam, nə edim? Panikaya düşmək lazım deyil, əziz hamilələr. Çünki hamiləlik zamanı bədən müqaviməti aşağı düşdüyünə görə bir çox virus infeksiyalarında yoluxma halları artır. Birinci növbədə nə etmək lazımdır? Dincəlmək, dinclik mütləq lazımdır. İkinci növbədə boluca maye qəbul etməlisiniz. Gündə ən azı 2 litrdən yuxarı maye qəbulu şərtdir. Əgər bədən temperaturunuz 18 dərəcədən yuxarı artarsa, öz həkiminizlə əlaqə saxlayırsınız. Çünki hamiləlikdə icazəsi verilən xüsusi dərman preparatından istifadə etmək lazımdır. Burun boğa spreylərindən istifadə edirsiniz. Bunu da yenə sizin öz həkiminiz təyin edir. Əgər bədən temperaturu 3 gündən artıq davam edərsə, mütləq öz həkiminizə bu haqda xəbər verməlisiniz. Çünki xəbər verməsəniz daha da ağırlaşma ola bilər. Bəzən hamilələr qripi ciddiyə almır, 3 gün, 5 gün deyib keçirlər. Bir çox hallarda da az da görməmişik, bu hamilələrdə ağır pnevmoniyaya keçir. Ona görə də bu dərəcəyə gətirib çatdırmayın. Yalnız qrip olanda öz həkiminizlə əlaqə saxlayın. Meyvə, tərəvəz, bolluca maye.